Pakistan'ın birçok üniversitelerinde onlayn şəkildə mühazirələr oxumuşam. Neçə elmi məqalənin müəllifisiz, 20'ye yaxın kitabın müəllifisiz, alim, dəqiq elmlərlə məşğul olan Rəfail Qəribov şeir, saz, söz ovqatında Qərib Qaya və Bəşiroğlu təxəllüsü ilə şeirlər yazır. Dəqiq elmlər hara, poeziya, folklora könül vermək hara. Bunun kökündə hansısa çox ciddi səbəblər və məqamlar dayanır. Bəlkə bundan danışaq. Bizim evimizdə saz olub. Ola bilsin ki, profesyonel saz çalan olmuyor. Mənim atam haqqında dəfələrlə verilişlər də çəkib, Allah rəhmət eləsin. Mənim iki şeirim Hüseyin Arif bəyən. Onda mən nə alim idim, hələ tələbəliyin əvvəlində idim. Mikail Azaflı ilə rəhmətli ilə mənim yazışmalarım olub. Aşıq Əkbər, İmran o vaxtlar, onların həmişə münasibətim olub. Əlxan Nüftəliyevlə mənim xüsusi dostluğum olub. Saza münasibət mənim bir insan kimi genetik kodumun formalaşmasına təsir eləyən bir məsələdir. Mənə gəlir ki, belə profesional dinləyici məsələsi də var məndə. Saz ümumiyyətcə mənim üçün dünyada yaşayan Azərbaycanlıların bir yerə yığmaq alətidir. Mənəviyyatımızın bir sütunudur saz. Saz olmasa birçok şey itirərik. Bugün sazı nəyinəsə dəyişmək istəyən və yaxud da görə bilməyən adamlar çox şeylər itirir. Bunu mənə saz olan duyğularım. Hər şeydə mən sazla axtarmışam. İnsan münasibətində. Məsələn, sazı sevməyən adamların içərisində mən özümün nəinki yad hiss eləyirəm. Onun gələcəyini də görmürəm. Harada olmasından asılı olmayaq. Yaşayan Azərbaycanı götürüb sazda bir hava çalırsa, istər Kanadada, istər Avropada, Azərbaycanın hətta kətlərində bu hava eyni havadır. Əgər bu havanı eyni cür bu xalq çalırsa, deməli bunun birliyinə heç kim şübhə eləməməlidir. Sazla hər şey eləmək olmaz, ancaq sazla çox şey eləmək olar. Saz o böyük qüvvədir. Şeirdən danışırsınız, ona görə mən şeirin şan şöhrətində heç bir umacağım yoxdur. Ancaq mənim şeirimin arxasında bir duyğu dayanır. Bir insana münasibət dayanır. Mən onu yazmıram ki, məsələn, qalın kitablar buraxım, şairlər ordusunu... O iddiada deyilsiniz. Yox, qətiyyən yox. Çünki mənim elmi karyeram kifayət eləyir ki, bir alim kimi özümü tanıdım. Mən özür istəyirəm, icazə verin bölüm. Mərhum şairimiz, böyük ziyalımız Məmməd İsmail deyirmiş ki, qorxuram Rəfail Qəribovu bir alim kimi itirək, bir şair kimi tapaq. Elm gərəklidir, o elmin arxasınca düşsün, şairlərimiz yetərincə var. Bəlkə dilinizdən bir neçə şeirinizi eşidək. O hissləriniz, duyğularınız şeirin dili ilə çatsın, izahatını verməyək. Sadəcə şeiri təqdim edək. Olarmı? İnsanı yaşadır eşqin əzabı, ürəkdə gizlənən sir nədir hələ? Çətin sualların yoxdur cavabı. Nə vaxtı, niyədir, bəlkədir hələ? Qara bulutların səssiz axını aldı əllərimdən şirin yuxumu. Dağın əzəməti, boyu, buxunu üfüqdə uzanan kölgədir hələ. Köhnə sirlər yaşadır övmixan. Təzədən ey təzə dağlar, balamayan, solamayan,
ay dağlar məni, ay dağlar məni, ay dağlar məni, dağlar məni. Ay qayalardan ey, balam ay çaxan şimşək. Qorxmaram ki, dağlar məni, la bala bala, la bala bala, la bala bala, ay dərdin ağı. Arzularım açar çiçək, oğul bilsə dağlar məni. Qayalarda çaxan şimşək, qorxmaram ki, dağlar məni. Maraq çöktü bənizimə, düşdüm duyğu dənizinə. Daşlardakı əl izinə, gözlərindən bağlar məni. Ah yare, ay ben şıravlıyım, ey balam ay sizi yağlar. Yaydan ey sana ay kışıda da, qaray kışıda da, qaray kışıda da. Ay ne yarzım, balam ay kəməndə ötar. Ne yolunlar saklar beni, la bala bala, la bala bala, ay derdin ağır. Bəsir oğlu sizi anar, yayda leysan, qışda da qar. Ne yarzıma kəmənd atar, ne yolumdan saklar beni. Gələ canan ay mənası var ey, hər baxa yaşır. Şair qəlbinə şövrək olur, layla layla şərpələr. Ay gözlər görmür, yanına yaşır. Duygularla ey görmək olur, layla layla şərpələr. Mənası var hər baxışın, şair qəlbi kövrək olur. Gözlər görməyən naxışı duyğularla görmək olur. Göylər eşidir ahımı,
Sular aparır yuxumu, Tanrı göndərən toxumu, daş üstündə əhmək olur. Tərəfdən uca dağları var kəndimizin. Cənnət kimin bağçaları, bağları var kəndimizin. Yaylağına el köçülən, bulağından mey içilən, dəqiqələri şən keçilən sağları var kəndimizin. Bu şenlikte